Değerli şagirdlər, abituriyentlər, izləyicilər, bu dərsimizdə Mirzə Ələkbər Sabirin iki satirasından, Əkinçi və Neylərdin İlahi satiralarından danışacaq. Hər iki şeiri bir səhifədə ona görə yerləşdirmişəm ki, ilk növbədə şeirin forma xüsusiyyətlərini müqayisə eləyək. Birincisi, hər iki şeir əruz vəznində yazılıb. Gördüyünüz kimi, aşağıda qeyd etmişəm. Müstəzat həzəcə bəhrindədir. Təfilələri məf'ulü, məfailü, məfailü, fəulün təfilələrindən ibarətdir. Demək, biz sizə başqa dərslərimizdə demişdik ki, təfilə həm misrada uzun və qısa hecaların ardıcıllığını, həm də misra daxili bölgünü müəyyən eləyir. Bu şeirdə zahirən misra daxili bölgü belədir. 3, 4, 4, 3. Başqa bir dərsimizdə qeyd etmişdim ki, əruz vəzinli şeirlərdə, Azərbaycan dilində yazılan əruz vəzinli şeirlərdə misra daxili bölgü həmişə təfilənin prinsipi ilə olmur. Bəzən dilimizin obyektiv qanunlarına əsasən bölgü fərqli olur. Bu şeirdə misra daxili bölgü bu şəkildədir. 5, 4, 5 şəklində. İndi mən sizə o cür tələffüz edəcəyim, siz də diqqətlə qulaq asın. Məzlumluq edib başlama fər yadə əkinci. Bax, bu şeirdə məzlumluq edib başlama fər yadə əkinci. Və yaxud qoyma özünü tülkülüyə adə əkinci. Və yaxud o biri şeirdə belədir. Daş qəlbili insanları neylərdin ilahi? Bizdə bu soyuq qanları neylərdin ilahi? Artdıqca həyasızlıq olur el mütəhəmmil. Hər zülmə dözən canları neylərdin ilahi? İnşallah bu məsələ ilə bağlı ayrıca bir dərs keçəcəyəm. Onda bu məsələlər sizin üçün daha da aydın olar. Sonra gəldik başqa məsələlərə. Gördüyünüz kimi birinci şeir bəndlər şəklindədir. Yəni Əkinçi satirası bəndlər şəklindədir. Amma əvvəlcədən bəndlərin üstündə bir beyit verilmişdir. Amma Neylərdin İlahi şeiri isə beyitlər şəklindədir və qəzəl formasındadır. Yəni ilk iki beytin, ilk birinci beytin, yəni iki misranın misra həm qafiyədir, AA şəklindədir, amma o biri misralarda, beytlərdə fikir verirsiniz, BA, CA, GA şəklindədir. Yəni cüt misralar birinci beytdəki misralarda həm qafiyədir, tək misralar isə sərbəstdir. Sonra Əkinçi şeiri bəndlər şəklində beşlik formasındadır. Yəni hər bəndində 5 misra var. Amma beşlik formasında olması onun müxəmməs olduğunu deməyə əsas verməz. Çünki müxəmməsin qafiyə quruluşuna uyğun deyil. Bu şeirin qafiyə quruluşu gördüyünüz kimi belədir. Əvvəlcə 3 misra həm qafiyə olur, sonra isə 2 misra bir-biri ilə həm qafiyədir. Əkinçi sözdə sözsüz ki, burada nədir? Rədifdir. Hər iki şeir rədifli şeirdir. İndi gələk əsərin, hər iki əsərin məzmununu tək-tək danışaq. Birinci misrada, deməli, sonra bir məsələni də qeyd edim. Birinci şeir lirik qəhrəmanın, qoy belə deyək, yəni satirik qəhrəmanın dilindəndir. Burada özün ifşa üsulu var. Sabirin bilirsiniz ki, satiraya gətirdiyi üsulun biri özünü ifşa üsuludur. Yəni o Sabirə qədər bütün şairlər satirik hədəfi özləri tənqid eləyərdilər, amma Sabir tipi özünü danışdırmaqla özünü tənqid eləyib. Neylərdin İlahi isə müəllifin dilindəndir. Müəllif cəmiyyətdə gördüyü eybəcərlikləri tənqid atəşinə tutub. Bu şeir Neylərdin İlahi şeiri satirik şeir olmaqla yanaşı daha çox ictimai məzmun kəsb edir. Yəni ictimai məzmunla satirik qovuşuq şəkildədir. Yəni Əkinçi kimi başdan ayağa bir satirik monoloq deyil. Gördüyümüz kimi şeirin məzmununu tanış olanda görəcəyik ki, mülkədar Əkinçinin ona vergisini verməməyindən, şikayətlənməsindən əsəbiləşib və Əkinçini neynir? Hədəliyir, Əkinçiyə hirslənir, Əkinçiyə coşur. Gəlin onun nitqinə baxaq. Məzlumluq edib başlama fəryadə Əkinçi, qoyma özünü tülkülüyə adə Əkinçi.
Əkinçinin özünü məzlum göstərib fəryad eləməsinə etiraz eləyir mülkədar, deyir özünü tülkülüyə qoyma. Yəni məni aldatmağa cəhd eləmə. Bir üzürlə hər gündə gəlib durma qapımda, yalvarma mənə, boynunu kəz vurma qapımda, gahi başına, gah döşünə vurma qapımda, ləğv olma, ədəb gözlə bu məvadə əkinçi, lal ola balam, başlama fəryad əkinçi. Bəli, mülkədar narazıdır ki, gəlib qapısında başına gözünə döyür, ona yalvarır. Bu məkanda onun ədəb gözləməməsindən mülkədar çox narazıdır, deyir ki, fəryad eləmə. Hoş keçmədi il çöllüyə, dehqanə, nə borcum? Mənim nə borcuma deyir, ey əkinçi, bu il hava çöllüyə xoş olmadı. Yağmadı yağış, bitmədi bir danə, nə borcum? Əsdi qara yel çəltiyə bostanə, nə borcum? Getdi mənə nə fələliyim badə əkinçi, lağlaq danışıb başlama fəryadə əkinçi. Yağış yağmayıb, bir dənə bitməyib, qara yel əsib çəltiyi bostanı batırıb, mənə nə maraqlıdır ki, deyir, sənin əməyin, fələliyin boşa gedibdir. Lağlağı danışma, deyir, fəryad eləmə. Aldı dolu əldən sər samanını neylim? Əgər deyir, dolu yağdı, sənin samanının başını aldı əlindən, yəni buğdalarını tökdü. Yayın ki, çəyirtkən yedi bostanını neylim? Və ya çəyirtkə sürüsü gəlib sənin bostanını yeyib. Mənim nə borcuma, nə eləyim mən? Verdin ki, sənin borcuna yorğanını neylim? Keçən il deməli sən öz vergini verə bilmədin, onun əvəzində yorğanını vermişsən. Ol, indi palaz satmağa amadə əkinçi, lal ola balam, başlama fəryadə əkinçi. İndi də palazını sat. Palaz bilirsiniz ki, xalça tipli bir məişət əşyasıdır. İndi deyir, onu satmağa hazır ol əkinçi. Lal ola balam, başlama fəryadə əkinçi. Söz açma mənə çox çalışıb az yeməklə. Canın be cəhənnəm ki, ölürsən deməklə. Mənə deyir, danışma yenə ki, çox işləyib az yeyirsən. Canım cəhənnəm olsun, ölürsən deyir, belə çıxır deməklə. Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən. Çəltik də gətir, arpa da buğda de əkinçi, yoxsa soyaram lap dərini, adı əkinçi. Həm deyir, vecimə deyir heç nə. Buğdanı gətir, arpanı gətir, yoxsa deyir, dərini soyaram. Sən heydi, yoxumdur, çıxarıb canını allam. Vallahi, ovub didey giryanını allam. Sən deyir, yoxumdur deməklə deyil, mən sənin deyir, canını alaram, deyir, ağlar gözünü ovub çıxardaram. Kallağa tutub peykəri üryanını allam. Kallaqdan qamçı ilə deyir, çılpaq bədənindən dərini soyaram. Alaram. Öz halını sal, indi özün yadı əkinçi. Lağlaq danışıb başlama fəryad əkinçi. Cüccü babasan, buğdanı ver, darı yeyərsən. Su olmasa, qışda əridib qarı yeyərsən. Daşdan yumuşaq, zəhər nədir marı yeyərsən. Öyrəşməmsən ət yağa dünyada əkinçi. Heyvan kimi ömr eyləmsən sadə əkinçi. Səndir bir əkincisən, buğdanı verir, eybi yoxdur, darı yersən. Darıdan indiki zamanlarda süpürgə düzəldirlər və onun toxumundan heyvanlar üçün də yem hazırlayırlar. Su olmasa deyir, qışda əridib qar yersən. Daşdan yumuşaq zəhər nədir deyir. Sən ilanın özünü yeyərsən. Sən ət yağa öyrəşməmsən əkinçi. Heyvan kimi ömr eyləmsən deyir, sadə əkinçi. Lakin mənim insanlıq olub vəzimə darım. Amma mənim vəziyyətim insanlıqcadır. İnsanlıq mənim vəziyyətimdir. İnsanlıqca yaşamaq mənim üçün normal görünən bir haldır. Bəyzadəyəm, asayişədir cümlə qərarım. Mənim deyir, rahatlığım üçündür. Qərarım mənim öz rahatlığım üçündür. Meysiz, məzəsiz, bitməz olur şamı naharım. Çox rahat başa düşür, bəli. Süfrənin üstündə olan bütün naz nemətlər olmasa deyir, mənim şam naharım. Bitməz olur, mey olmalıdır, məzəsi olmalıdır, meyvəsi olmalıdır. İşte belədir haləti bəyzadə əkinçi. Bəyzadələrin rəsmi budur, adə əkinçi. Yəni bizimdir, bəyindir vəziyyəti belə olur. Bəyzadələr bu qayda ilə yaşayırlar. Onların insanlıqdır vəziyyəti və mən bəyəm belə yaşayıram, səndən sən cəhənnəmə ölürsən, öl. Bu əsər dövrümüz üçün də qismən xarakterik oluna bilər. Xarakterik bir cəhət kimi göstərilə bilər. Çünki müasir dövrümüzdə də vəhşi kapitalizm var. Burada da insanlar özündən aşağıdakı təbəqənin nə cür yaşaması onlar üçün maraqlı olmur. Hər kəs, ümumiyyətlə, müasir dövr, 100 il keçib Sabirin yaradıcılığını, 100 ildən də çox, daha çox maddiyyatçı bir cəmiyyətdə yaşayırıq, hər şey maddiyyatdan ölçülür, maddiyyat üçün hər şey qurban verilir.
Və bu Sabirin özünün bir ifadəsi var ki, əvvəl nə idiksə, yenə biz şimdi hamarız. Yəni, çox da böyük bir dəyişiklik olmuyor. Düzdür, biz sosial dövlətdə yaşayırıq, amma insanların sosial müdafiəsi kifayət qədər deyil. Neylərdin ilahi şeiri dedi ki, müəllifin dilindəndir. Burada bir çox ictimai mətləblərə toxunulur. Şair təkcə kimisə satirik hədəf eləmir, cəmiyyətimizdəki digər problemləri də qabardır. Məsələn, deyir, daş qəlbli insanları neylərdin ilahi? Şair əvvəlcə elə bir sanki əkinçidə ki, o mülkədar kimi adamları nəzərdə tutaraq deyir ki, belə daş qəlbdə adamları niyə yaradırdın ilahi? Neylərdin? Bizdə bu soyuq qanları, bu biganəliyi, yəni kimlərinsə çətin vəziyyətdə yaşamağına olan biganəliyimizi, yəni soyuq qanlılığı neylərdin ilahi? Artdıqca həyasızlıq olur el mütəhəmmil. Həyasızlıq artdıqca deyir, cəmaat daha da yumşalır, daha da təhəmmül eləyən, dözən olur. Hər zülmə dözən canları neylərdin ilahi? Deyirlər, bizim xalq gözümüzü xalq. Bir dövrdə kim sidq-i səfa qalmayacaqmış, bilməm belə dövranları neylərdin ilahi? Belə sanki bizim dövrümüz üçündür. Deyir ki, sədaqət və həyatdan zövq almaq qalmayacaqsa, bilməm belə dövranları neylərdin ilahi? Qalmayıbsa deyir, qalmayacaqmış, hökm verir. Məzlumilərin gözyaşı dərya olacaqmış, dəryaları ummanları neylərdin ilahi? Zülmə məruz qalanların deyir, gözyaşı dərya olacaq. Orada bir böyük mübaliğə var. Dəryaları, ümmanları neylərdin ilahi? Səyyad-ı cəfakaridə rəhm olmayacaqmış. Ahuləri, ceyranları neylərdin ilahi? Bu cəfa verən ovçularda heç deyir, rəhm olmayacaqmışsa, bu ahuları, ceyranları, cüyüləri neylərdin ilahi? Maralları neylərdin ilahi? Bağın əkinin xeyrini bəylər görəcəkmiş. Toxum əkməyə dehqanları neylərdin ilahi? Əgər bağdan əkindən xeyri daha çox bəylər görəcəkmiş, daha çox ümumiyyətlə bəylər görəcəkmiş. Bu toxum əkinçiləri neylərdin ilahi? İş rəncibərin, güc öküzün, yer özününki, bəyzadələri, xanları neylərdin ilahi? Yerə işi əgər əkinçi görürsə, öküz də güc verirsə, torpaq da səninkidirsə, bəs bu bəyləri, xanları, insanların əlindən zəhmətinin bəhərini əlindən alan bəyzadələri, xanları neylərdin ilahi? Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, dildadı irfanları neylərdin ilahi? Əgər cəhalətdir bütün aləmdə, cəmiyyətdə hökm eləyəcəksə, bu qanan, bilikliləri, savadları, işıqlı adamları neylərdin ilahi? Surtuqlu müsəlmanları təkfirə qoyan bu döşlüklü müsəlmanları neylərdin ilahi? Gedib Avropada, Rusiyada oxuyub gəlib bu surtuqlu geyinən, Avropa libasında geyinən adamları kafir elan edən, yəni təkfirə qoyan kafir sözündən təkfir, yəni döşlüklü müsəlmanları, yəni o müsəlman qiyafətində olan köhnə müsəlman qiyafətində olan və onları kafir elan edən müsəlmanları neylərdin ilahi? Yaxud bunların bunca nüfuzu olacaqmış, 5-3 bu xəndanları neylərdin ilahi? Bu cahillərin, bu döşlüklü müsəlmanların bu qədər şeylərin nüfuzu olacaqmış, cəmiyyətdə söz sahibi olacaqlarsa, bu 5-3 dənə söz qananları neylərdin ilahi? Qeyrətli danosbazlarımız iş bacarırkən, tənbəl dəli şeytanları neylərdin ilahi? Bugün də cəmiyyətimiz üçün aktualdır bu fikirlərin hamısı. Yəni şeytanlıqla məşğul olan, ancaq deyək ki, yuxarılara nəyisə, hansısa xəbəri çatdırmaqla məşğul olan, Kərbəlayı Rüstəm kimi, Kərbəlayı Zahal kimi hər şeyi aparıb ora-bura çatdıran, adamlara şər atan danosbazlarımız iş bacarırkən deyir, bu şeytandan deyir, cəld olan bu adamlar ki var, bu tənbəl şeytanları sən neylərdin ilahi? Yəni tənbəl şeytanlar deyir, bunları çatdıra bilmir. Bunlar hər yerə lazım olan xəbərləri çatdırırlar, bir-birinin ayağının altını qazmaqla məşğul olurlar. Belə danosbazlar olan yerdə, xəbər çatdıranlar olan yerdə bu tənbəl dəli şeytanları neylərdin? İlahi, bizim deyir, özümüzün deyir, şeytanlarımız var, iblislərimiz var. Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş evlərdəki nisvanları neylərdin ilahi? Bu beyt orta məktəb dərsində yoxdur, amma bu beyti də izah eləməyə ehtiyac bildim. Bugün cəmiyyətimizin yenə böyük bəlalarından biridir. Deyir, kişilər qızlar kimi oğlan sevəcəksə, evdəki qadınları
Neylerdin arvadları, xanımları, neylerdin ilahi? Tacirlərimiz Sonyalara bənd olacaqmış. Ticarətlə məşğul olanlarımız da Rus qadınlarına bənd olacaqmış. Bəs bu bədbəxt tükəzbanları, milli qadınlarımızı neylərdin ilahi? Sübhanəkə, 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 ya Rəb. Allaha dua eləyir, sənə həmd olsun, sənə həmd olsun, sənə eşq olsun, ya Rəb. Baxdıqca bu hikmətlərə heyran oluram. Mən deyir, sənin deyir, bu hikmətlərin var ki, bu dəqiqə cəmiyyətimizdə yaratdığım bu vəziyyət ki var, bunu deyir, buradakı hikməti mən başa düşmürəm, sadəcə deyir, heyran oluram. Və sənə də eşq olsun. Sanki burada bir Allaha üsyan da var ki, ya Rəbbim, bu cür bir vəziyyət üçün mən nə deyim? Yəni, sənin hikmətinə min şükür olsun. Mən bilən şeirin məzmunu ilə tanış olanda beləcə bizim üçün hər şey aydın olmuş olur. Sabir haqqında onu deyim ki, Sabir həqiqətən Füzuli kimi, Cəlil kimi, yəni öz yaradıcılığında bir zirvədir və məktəb yaratmış bir sənətkardır. Yaradıcılığının belə deyək ki, inkişafı, yaradıcılığın bu cür nəşət tapması Molla Nəsrəddin jurnalının nəşri ilə bağlı olub, sanki bir tələbat olduğu üçün Sabir özünü bu janrda, satirada, bu növdə daha doğrusu daha ciddi şəkildə tapmış və məşhurlaşmışdır. Onu da deyim ki, Sabirin əslində lirik şeirləri də Füzuliyanədir. Hətta Seyidin şeirlərindən belə bu subyektiv fikirdir, daha bədii, daha gözəl, daha obrazlı, daha çox Füzuliyə yaxındır. Yəni, öz ustadı Seyid Əzim Şirvanindən də bir addım sanki qabaqdadır, amma təəssüf ki, ya çox az yazıb, ya da bizə lirik şeirləri çox az satıb. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu.